Salam darağacı, yaxud buralarda havam çatmır. Siyasətimizdən Vəzir ovşuna, Mütəllib ovşuna, efirlərimizdən isə Vüsal Əfəndiyev qoxusu gəlir. Əvvəlin axırı, sonun əvvəli, buymuş bilməmişəm bunu məndəli. Nə olsun ucasan, boyun göy dəlir. Salam darağacı. Rüstəm Behrudi. 1988-90-cı illərin indi adına azadlıq hərəkatı deyilən, əslində isə kimlərin və hansı məqsədlə təşkil etdiyi hələ də bəlli olmayan mitinqlərinin tribunalarından siyasət əxlaqsız və iyrənc peşədir şüarlarını eşidəndə özlüyümdə buna etiraz edər, içimdə üsyan qoparardım. Amma gəldiyimiz durum və şahidi olduğumuz Azərbaycanvari siyasət və siyasətçilər o zamanlar deyilənlərin nəyə və niyə hesablandığını apaçıq göstərməkdədir. Özümün də kifayət qədər aktiv iştirakçısı olduğum azadlıq hərəkatı və mitinqlər barəsində yuxarıda söylədiyim fikirlərə etiraz etməyə tələsməyin. Çünki birincisi, meydanların ən populyar qəhrəmanları belə zaman-zaman mitinqlərin sadəcə xalqın coşan etirazından daha çox görünməz əllər və qüvvələr tərəfindən təşkil olunmuş hadisələr olduğunu dəfələrlə etiraf ediblər. İkincisi də, Əbülfəz Elçibəy xaric, o zamanki meydan qəhrəmanlarının hamısı sağ-salamat və ayaqdadılar. Elə onların öz sözlərinə inansaq, indi xalqın etiraz həddi də o zamankindən heç də az deyil. Elə isə niyə icazəsiz mitinqlər, bir yana heç olmasa icazəli mitinqləri keçirməkdə niyə bu qədər zorlanırlar? Lap elə götürək günümüzün ana müxalifəti sayılan və başqanın mitinq dönəmlərinin heç də sonuncu simalarından olmayan Parlament Partiyası Müsavatın son mitinqlərini. Belə götürəndə, jurnalistlərin bu günlərdə ard-arda keçirdikləri piketlər Müsavatın mitinqlərindən daha izdihamlı və daha coşqun təsir bağışlayır. Elə isə nə baş verir? Məsələyə məntiqlə yanaşsaq, ortaya o nəticə çıxır ki, ya bu müxalif liderlər ucudan tutma yalan danışırlar və əslində Azərbaycan xalqı öz yaşam tərzindən və həyatından çox razıdır, ya da Azərbaycanın indiki iqtidarının qurduğu dövlət Sovet İttifaqından qat-qat güclüdür. Amma danılmaz faktdır ki, nə küllən xalqın vəziyyəti bir qara qəpiyə dəyəsidir, nə də çağdaş Azərbaycan dövləti öz gücü, qüdrəti və dayanıqlığı etibarilə Sovet İttifaqına tay olasıdır. Burada Müsavat Partiyasının adını xüsusi qabartmağımız heç də o anlama gəlməlidir ki, deyilənlər yalnız bu partiyaya aiddir. Əslində bu fikirləri Azərbaycanın müxalif cinahında yer alan bütün təşkilat və liderlərə birbaşa şamil etmək olar. Zaten o biriləri yarım yapalaq olsa belə miting filan keçirməyə heç də cəhd göstərmirlər. Bir sözlə, siyasətimizdə olanlar indi ucdan tutma siyasəti əxlaqsız və iyrənc bir peşəyə çevirməklə siyasətdən başqa nə ilə desən məşğuldular. Özdə bu mənada təkcə müxalifətin üzərinə yüklənmək böyük ədalətsizlik olardı. Sadəcə bu cinahın günahı ondan ibarətdir ki, özlərinin də dəfələrlə etiraf etmələrinə rəğmən iqtidarın müxalifətçiliyin bütün kanallarını bağlamasına baxmayaraq hələ də bu rolu ifa etməkdə davam edirlər. Bu da özlüyündə artıq illər öncədən dar ağacından asılaraq edam olunmuş adamın yaşamasına bənzəyir. Başqa sözlə, zamanında Heydər Əliyevin siyasətən böyük məharətlə qura bildiyi dar ağaclarından İlham Əliyev eyni məharətlə Azərbaycan müxalifətini çoxdan az dastırıb. Bu mənada bizə özlərini müxalif təşkilatlar, liderlər və qüvvələr kimi sırayanlar ən yaxşı halda yazılması artıq çoxdan əşhədü ehtiyac olan Yeni Ölülər tragikomediyasının personajlarından savayı heç nəyə yaramırlar. O tamam ayrı bir məsələdir ki, niyə dünya şöhrətli ümummilli liderin və onun davamcısı olduğunu iddia edən indiki prezidentin siyasətinin mahiyyəti enində sonunda Azərbaycanda müxalifətçiliyin, çox partiyallığın, siyasi pluralizmin, söz, vicdan və mətbuat azadlığının, əslində isə bütövlükdə demokratiyanın kökündən qazılaraq sinir dışı edilməsi ilə nəticələndi. Bu, niyə cavabını verə bilmək bizim çapımızı aşan bir iş olduğundan sadəcə yaranmış durumdan danışmaqdan ayrı bir istəyim yoxdur. Onsuz da mətbuat ölkədə müxalifətçilik funksiyasını qədərindən artıq yükləndiyinə görədir ki, son vaxtlar bir-bir ardınca ciddi yazarlar, baş redaktorlar siyasi sifarişlərin qurbanlarına çevrilməkdədirlər və bu proses hələ də davam edir. Artıq Azərbaycan siyasəti büsbütün Əbdürrəhman Vəzirov dönəmini, mətbu və teleefirlər isə Ayaz Mütəllibov zamanının Vüsal Əfəndiyev epoxasını xatırladır. Dəyişən tək şey isə adlar və vuveskalardır. Məsələn,
Əvvəl böyük və qüdrətli SSR-i var idi, indi isə müstəqil və daha qüdrətli Azərbaycan var. Əvvəl xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Əbdürrəhman Vəzirov var idi, ardınca da eyni titullara sahib Ayaz Mütəllibov gəldi, indi də xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev var, ardınca da eyni titullara sahib İlham Əliyev gəlib. Əgər əvvəl iqtidarın siyasi rəqiblərini tək olan ATV-nin efirindən Vüsal Əfəndiyev söyürdüsə, indi də var olan bir neçə efirdən İbrahim Məmmədli, Etibar Hüseynli söyürlər. Əvvəllər də bir balaca cızığından çıxan ANS-i bağlayıb sonra açırdılar, indi də bir balaca cızığından çıxan ANS-i bağlayıb sonra açırlar, təbii ki, onda da, indi də cızığına qaytarandan sonra. Əvvəllərdə də Naxçıvanlıları ekranlara daldırıb Heydər Əliyevin əleyhinə danışdırırdılar, indi də Ermənistanlıları ekranlara daldırıb Əli İnsanovun əleyhinə danışdırırlar. Onda da müxalif liderlərinin, o cümlədən də Heydər Əliyevin arxasınca rəsmi qəzetlərdə və digər kivlərdə ağızlarına gələni yazır və danışırdılar, indi də yazır və danışırlar. Əvvəllərdə də istənilən vətəndaşın cibinə narkotik maddələr atıq tuta bilirdilər, indi də belə halların sayı artıb ki, azalmayıb. Və ya bir zamanlar xalq artisti Zeynəb Xanlarovanın Parapet bağında təşkil olunmuş xüsusi məqsədli mitinqdə Ayaz Mütəllibova səs verməyən ermənidir deməsi ilə bugün xalq artisti Mələkə Əsədovanın xüsusi məqsədli konsertlərdə Dədə Heydər deyə yaxasını yırtmasının fərqi nəymiş görəsən? Əvvəllər ölkənin külli ixtiyarı KPSS postlarının əlində idisə, indi bu rolu YAP SS postları mənimsəyiblər və sair və ilaxır. Buradakı SS-in Hitlerin SS-çi cəza dəstələrinə heç bir adiyyatı yoxdur. Amma cəzaların tətbiqi və bu mənada xüsusi acımasızlıq və amansızlıq yapçıların mahiyyətinə çox yaxındır. Bu baxımdan yap SS-çilər KPSS-çilərdən xeyli qabağa da gedə biliblər. Bir sözlə, hər şeydən görünəni odur ki, müstəqilliyimizin qazanılmasından 15 il ötsə də, hüquqi dövlətin qurulması, azad və açıq vətəndaş cəmiyyətinin yaradılması, bütövlükdə demokratik ənənələrin mənimsənilməsi baxımından bircə addım da qabağa gedə bilməmişik. Hər yan bolşevizmin hələ də yaşadığını, iqtisadiyyat əvəzinə küllən oliqarx monopolist bazarkomların ixtiyarında olan Azərbaycan boyda bazarın, dövlət əvəzinə isə sədirlərin fironluq etdiyi Azərbaycan boyda kolxozun qurulduğunu bariz göstərən əlamətlərlə doludur. Bir zamanlar addım başı qarşımıza Lenin babanın heykəlləri, portretləri, şüara çevrilmiş fikirlərini əks etdirən afişlar çıxırdısa, indi də həmin yerləri Heydər babanın heykəlləri, portretləri və bərbəzəkli reklam şitləri tutur. Göz görə-görə Heydər Əliyevdən Lenin baba, İlham Əliyevdənsə Türkmən başı düzəltmək istəyirlər. Bununla belə istər dahi Vladimir İliçin, istərsə də bir müddət bütün türkmənlərin atası sayılan Saparmurad Niyazovun taleyi və aqibəti görünür hələ də bizlərə dərs olmayıb. Əgər olsaydı ən azı ayıb edər, indiki ağır və bir o qədər də təhlükəli bir dövrdə yaşadığımızın fərqində olar, bu millətin sırtından sıyrılan milyardları belə boş və mənasız yerlərə xərcləməzdik. Bu mənada ilk növbədə bəyənmədiyimiz, yuxarıdan aşağı baxdığımız ermənilərdən çox şeyləri əğz etməmiz gərəkdir. Təkcə son dövrlərdə barəsində xeyli danışılan və Rusiyanın böyük ensiklopediyasında, ABŞ Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin saytlarında tariximizin saxtalaşdırılmasına dair bölümlərin yer almasına ermənilərin ən azı Heydər Əliyevin heykəllərinə xərclənən qədər para qoyduqları şübhəsizdir. Bəyəm bu erməni köpək uşaqlarının heykəl qoyacaq adamlarımı yoxdur? Bəyəm onların ötən 20-30 il ərzində prezidentləri, dövlət başçıları olmayıb? Əksinə, onların istənilən prezidentinin dönəmində erməni xalqının min illərlə arzuladıqları istəklər reallaşıb, əsrlərə dayanan röyaları Çin olub, gözəl Qarabağın özünü və üstəlik də ətraf rayonlarımızı işğal ediblər. İşte düşmənçiliyi bir kənara qoyub, baş vermişlərlə məntiqlə baxanda ortaya o çıxır ki, elə əsl heykəl qoyulmalı prezidentlər, ali baş komandanlar onlarda bizimkilərdən çox olub. Ancaq ermənilər atəşkəsdən istifadə edib, informasiya savaşına pul xərclədiyi bir zamanda biz falçılıq edirik. Nostradamusun öngörmələrinin külliyatını nəfis tərtibatla çap edib, onun təbliği ilə məşğul oluruq. Sən demə o rəhmətli də Qarabağ savaşının olacağı barədə 100 illiklərin o tayında xəbər tutubmuş.
Adam elə bil YAP SS-in üzvü olub və çox böyük uzaqgörünlüklə Qarabağ savaşı barədə öngörmələrdə bulunmaqla münaqişənin uzun müddət davam edəcəyini bildirmişmiş. Bax bu yerdə rəhmətli Mirzə Cəlil sağ olsaydı, deyərdi ki, malades şeyxin elminə. Hələ bütün dünya ilə problemi olan Belarus prezidenti ilə çaşqa-loşqa münasibətlərimizdə olmağımızı heç dilə gətirməyinə də dəyməz. Beləcə, başımıza gələnləri və gətirənləri saymaqla qurtaran, bitən, tükənən deyil. Və ən başlıcası da bütün bu bəlaların ortaya çıxmasında dəqiq Azərbaycan siyasətinin müxalifət adlandırılan tərəfini suçlamaq yersiz olduğu qədər də gülməlidir. İndi Azərbaycanın bütün olan-olmayan uğurlarına şəriksiz sahib çıxan iqtidar və bu iqtidarın başında duranlar, ön cərgəsində addımlayanlar, ortada olan və adi gözlə görünən pravallara da məsuliyyət başlamalıdırlar. Yoxsa bolşevikcəsinə inqilab qardaşlarını bir-bir bada verib, yenidən heç nə olmayıbmış kimi böyük nailiyyətlərdən danışmağa nə var ki? Təkcə artıq məhkəmələri olan Əli İnsanovun və Fərhad Əliyevin barəsində deyilənlər və yazılanlar bir deyil, bir neçə iqtidarların dinməz-söyləməz siyasi səhnəni tərk etməsi üçün yetər, biraz da artıq qalar. Öz də burada kimin haqlı olub-olmamasından asılı olmayaraq, hər iki variantda olub-bitənlərin məsuliyyəti indiki hakimiyyətin üzərinə düşür. Çünki bütün söylənilənlər həqiqətdirsə, o zaman niyə bu qədər talanlara və qanunsuzluqlara illərlə göz yumulub? Yox, əgər deyilənlərin doğru olmadığı iddia olunursa, ki, belələri də kifayət qədərdir, onda illərlə dövlətin olduqca önəmli və strateji postlarını tutmuş sabiq nazirlərə qarşı belə amansız kampaniyaların arxasında dayanan maraqlar nədən ibarətdir? Hələ üstəlik də bu kimi şeylər ümumiyyətlə dövlətin varlığını şübhə altına alırsa, o zaman həmin maraqların özlərinin də müəmmalı pərdə arxasının olduğu da şübhə doğurmur. İçərisində Hacı Məmmədov boyda bomba partlayan hakimiyyət normalda paramparça olub öz qanında boğulmalıydı. Bu da baş vermədisə, demək bütövlükdə son 15 illik hakimiyyətin bütün varlığı yalnız müəmmalardan ibarətdir. Və nəhayət, bir daha yazının sərlövhəsinə və alt başlığına nəzər salmağın vaxtıdır. Bütün yuxarıda söhbət açdığımız nəsnələr əslində olub bitənlərin heç %1-i də deyil. Daha doğrusu, istər siyasətdə, istərsə də mətbu və teleefirlərdə açıq-aşkar görünən elə biabırçılıqlar var ki, onlara baxanda adamın Vəzirovunda, Mütəllibovunda, lap elə Vüsal Əfəndinin də atasına rəhmət oxumağı gəlir. Açığı, elə şeylər var ki, onların barəsində yazmaq bir yana, düşünmək, fikirləşmək belə ayıbdır. Ancaq Arifə bir işarə də yetər düşüncələri ilə hələlik burada dayanaq. Lakin arif olanların anlaşılması bu qədər çətin olan əməllərə qol qoymaları o qədər də inandırıcı deyil və bu yazının da nəyisə dəyişəcəyinə ümid etmək sadəlövhlükdür. Bununla belə bizdən deməsi ki, bəlkə durmağın, düşünməyin, bu millətin və dövlətin sabahını fikirləşməyin zamanıdır. Nə deyirsən, əziz oxucu, düşünəkmi? Buna zamanımız qalıbmı? Daha doğrusu, onların, yəni Azərbaycan iqtidarının, iqtidar sahiblərinin düşünmək, fikirləşmək limiti hələ tükənməyib ki. Yazını bitirdiyimdə, qonşu otaqdakı dostumun bilgisayarından yenə də rəhmətliyin boğuq səsi gəlirdi. Что там мне воздуха не хватает? Ветер пью, туман глотаю, из гибельным восторгом чую, пропадаю. NB. Mayın 10-da ANS-S gecə efirində öz tamaşaçılarına Neron filmini təqdim etdi. Açığı, ilk dəfə tamaşaçısı olduğum bu filmin 2 epizodu yaddaşımı bıçaq kimi kəsərək beynimə həkk olundu. Birinci epizodda imperator senata gətirdiyi atı senatorlara göstərərək bugündən etibarən o sizlərdən biridir və bütün müzakirələr zamanı onun da burada olduğunu qəbul edəcək, varlığı ilə hesablaşacaqsınız deyə bildirəndən sonra nə baş verdiyini anlamayan senatorların sükutunu imperatorun qəzəbli eşitmirəm nidası pozur və bütün senat ayaq üstə yeni senatoru, yəni atı uzun sürən və sürəkli alqışlara qərq edir. İkinci epizodda isə artıq ölmüş, daha doğrusu zəhərlənərək öldürülmüş imperator Klavdinin vəsiyyətnaməsi gizlədilərək, onun güya Neronu öz varisi elan etdiyi bildirilir və bundan sonra isə qadın fitnələrinin və karyerist məmurlar hikkəsinin meydanına çevrilən sarayda oynanan oyunlar, qurban verilən yaxın-uzaq əyanların axıdılan qanları Neronun taxt tacını da qan rənginə boyayıb imperiyanı məhvə sürükləyir. Məsələnin ən maraqlı tərəfi isə bu filmin məhz mayın 10-da efirə getməsi idi.
Axı mayın 10-u da həm də Heydər Əliyevin ad günüdür. Nota Bene qəzeti 24-30 iyun 2007-ci il.